Nəticəni mən də belə gözləmirdim. Deməli bunun üçün bizə lazım olan ərzaqlar ətdir, soğandır, bibərdir, kartof, pomidor, limondur. Bir dənə yaxşı əfqan qazanın. Adi buğlama nə eləyirsə eyni qaydada içini hər yerini doldurursunuz. Aynı atdan soğanı qoymağı yaddan çıxartmayın. Soğan, ət, üstünə təzən soğan, bibər, ət, kartofları hamısını atırsınız belə qat-qat. Hər qata az duz səbsəz də olar, ən sonda səbsəniz də olar, problem deyil. Ən axırda pomidorları üstündən limon 2 dənə qoysanız bəsdir, 3 dənə qoymayın, biraz acı dadı gəlir. Ədviyyatını əlavə edib ağzını yaxşıca bağlayırsınız. Burada diqqətli olun, bu qazanı çox yaxşı bağlamaq lazımdır. Mütləq yoxlatmağa verin ki, yoxlasınlar. Közün üstünə qoyuş belə bişir harca 1 saat 20 dəqiqə, 25 dəqiqə tam bəs eləyir. Bunun götürməzdən belə havasını çıxarma yaddan çıxartmayın. Çox belə təzyiqlə bişir, ehtiyatlı olmanızı tövsiyə edirəm. Belə bir möhtəşəm mənzərə alınır. Burada 1 qram əlavə su yoxdur. Ətin hamısının öz suyudur. Belə sümükləri dartırsız gəlir. Heç incitməyə ehtiyac yoxdur. Təndir çörəyini yeyəndə çox ləzzətli olur. Ət dağılıb gedir, ləzzətli olur. Hazırlamağı yaddan çıxartmayın. Hamınıza nuş olsun.